Salam Nurayna, hər vaxtınız xeyir olsun. Bəli, sənin də vurğuladığın kimi 3-cü beynəlxalq statistika forumu həyata keçirilir. Hazırda da davam edir. Səhər saatlarından etibarən başlayıb və ilkin olaraq ölkə başçısı Prezident İlham Əliyevin də müraciəti olmuşdu. Həmin müraciət də diqqətə çatdırıldı. Baş naziri Əli Əsədov tərəfindən istərdim ki, daha detallı formada informasiyaları Yusif Yusifov yanındadır və o bizim diqqətimizə çatdırsın. Yusif bəy, hər vaxtınız xeyir olsun. Forumda daha nələr müzakirə olundu? Buyurun, sizdən eşidək. Çox sağ olun. Bildiyiniz kimi 3 gün davam edəcək forumda statistikada innovasiyalar, beynəlxalq layihələrin milli statistika sistemlərinin inkişaflarında rolu, dayanıqlı inkişaf məqsədlərinin icra vəziyyəti ilə bağlı statistikanın inkişafı məsələləri, əhalinin səhiyyə alınmasının növbəti 2023-2030-cu il raundu barədə müzakirələr aparılacaqdır. Qarşılıqlı şəkildə informasiya texnologiyalarının tətbiqi və sair məsələlər də müzakirə olunacaq. Artıq siz qeyd etdiyiniz kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də statistikanın inkişaf perspektivləri beynəlxalq layihələrin rolu mövzusunda olan 3-cü beynəlxalq statistika forumu iştirakçılarına müraciət ünvanlamışdır. Və hesab edirik ki, bu gün 16 ölkənin, 10 beynəlxalq təşkilatın yüksək səviyyəli nümayəndə heyətlərinin qoşulması daha yaxşı bir platforma kimi imkan verəcək ki, müzakirələr aparaq qarşılıqlı. Yəni, birgə şəkildə beynəlxalq aləmdə baş verən son yenilikləri, istər metodoloji, istər texniki sahədə, istər qlobal layihələrlə bağlı qarşılıqlı müzakirələrin aparılması üçün yaxşı bir platforma rolunu oynayacaqdır. Təşəkkür edirəm. Bir daha xatırladım ki, Dövlət Statistika Komitəsinin sədr müavini Yusif Yusifov qonağımız idi və o bizə daha detallı formada beynəlxalq statistika forumundan bağlı informasiyaları diqqətə çatdırdı. Bir daha xatırladıq ki, forum bugün işə başlayıb və 3 gün davam edəcək. Çatdıracağım məlumatlar Nurayna hələlik bundan ibarətdir və sözü yenidən sən ötürürəm.